4 Ruan Renato, 10 Georgi Papunaşvili, 70 İsa Cibrila, 23 Rafael Utsik. Və bu da start fiti. Qarabağ Zirə qarşılaşması start götürdü. Mateus Silva. Yankovic topladı. Ondan irəli ötürmə. Zubir istiqamətdə. Zubir qapçını keçdi. Zubir qap boş qalıb. Qapıya zərbə indirilir. Dəqiq alınmadı. Qafədən çıxır. Zirə komandası. Suma. Keçdi rəqibi. Təhlükəli gəldi Zirə. Ötürmə. İsa Cibrila. Onun zərbəsi. Qapçının toxunuşu var idimi? Epsonun təkrarına bir daha baxırıq. Suma zərbə. Sanki burada Yankovici. Salifo Suma keçdi. Top dirəyə mi dəyərək meydandan çıxdı, yoxsa qapçı Kohalskinin toxunuşu var idimi? Dirək. Dirəyə dəyərək top meydandan çıxır bə. Kadidən zərbə indirilir və gol! Bir daha baxırıq. Cərmə zərbəsindən endirilən Usikdən Papunaşviliyə. Papunaşvili uzaqdan zərbə. Qeyri-dəqiq. İsa Cibrila istiqamət ötürmə. İsa Cibrila cərmə meydançasındadır. Ötürməsi Utsikə. Utsik zərbə endirir. Top qapının üstündən keçdi. Bir daha baxırıq. İsa Cibrila Turalı keçdi. Ötürmə etdi Utsikə. Və onun da zərbəsi təhlükəli idi, amma dəqiqliyi çatmadı. Daha çatır topa. İsa Cibrila Martin Junior'a. Yenə İsa Cibrila Zirə hücuma çıxır. İsa Cibrila. İrəliyir hələ ki. Ötürmə. Salifo Suma. Suma. Aldılar topu. Suma. Qapıya baxır. Zərbə indirdi. Zərbənin qarşısını kəsən Bəhlul Mustafazadədir və top yan xəttdən meydandan çıxır. Cərmə meydançasına Bəhlul qarşıladı. Qapıya zərbə. Növbəti zərbə. Qarşıda alındı. Hücumda İsa Cibrila. İsa Cibrila zərbə qapçı. Kohalski. Mateus Silva. Tural Bayramov. Budur az əvvəlki zərbə. Top ikisi Qarabağdan. Ceyhun Nuriyev. Oyundan kənar vəziyyətdəydi. Suma gördüyüm qədərilə qapçıda üzbə-üzdür. Zərbə indirilir, amma oyundan kənar vəziyyət. Baxırıq bir daha. Bəli, təbii ki, açıq-aşkar oyundan kənar vəziyyətdəydi burada Salifo Suma. Dərhal göndərir topu Tural. Yenə Qaşuqdan da qəbul edir. Tural Bayramov qapıya baxır. Zərbə indirdi. Top qapıdan aralı keçir. Nərman, Zubir. Qarabağın hücumu davam edir. Benziya. Tural Bayramov qapıya zərbə indirir. Aydın Bayramov dəf etdi bu zərbəni. Zubir. İndi Qismət Aliyev. Qismətdən ötürmə gəldi cərmə meydançasına. Kimsə var mı burada zərbə indirməyə? Ruan Renato imkan vermədi Yankovic. Amma İsmail İbrahimli topu götürür. İsmail İbrahimli onun zərbəsi. Top qapçının üstüne gedir. Mateus Kohalski topu götürdü. Patrick Andrade. Martin Junior önə düşür top. Zirə hücumda qapıya zərbə indirilir. Və qapçının toxunuşu var. Küncdən zərbə olacaq. Çevirmədi topu. Mateus Silva uzaqlaşdırdı. Zubir, Mutsinzi mübarizəsi. Zubir təkbətək ötürmə Qaşuqa. Qaşuq. Amma Qaşuq top ötürə bilmir. Zərbanlı. Meydanın Zirə hadisəsində yalnız qapçı Aydın Bayramov var. Martin Junior'dan ötürmə cərmə meydançasına. Qapıya zərbə alınmadı. 50 oyun iddiaları var burada. Dərhal hakim İnqilab Məmmədov qulağa getdi, yəni vardan görünən qədərilə bu epizodla bağlı. Biz də baxaq. İsayevin burada top əlinə dəyib. İnqilab Məmmədov özü baxacaq epizoda. Özü baxacaq. Budur. Bir daha baxırıq. Ruan Renato'nun ayağı boşa keçdi, amma Aleksey İsayevin əlinə dəyən top
Verşoviç daha sonra uzaqlaşdırır topu və İnqilab Məmmədov nə deyir? Bu epizodla bağlı qərarı necə olacaq? Baxdı və penalti təyin olunur. Penalti. Fit verildi Qismət Aliyev. Zərbə və top qapıdan keçmədi. Top qapıdan keçmir. Gülkən bundan istifadə edə bilmədi. Yox, bitti. Görüş bitir. Baxırıq Qismət Aliyevin zərbəsi və Koxalskinin. Amma Qismət Aliyevin yerinə yetirdiyi penaltiden sonra top qapı dirəyindən qayıdır. Qarabağ 1-0 hesabı ilə qələbə qazanır.